qonşu ölkədə Türkiyə daha bir sərt şaxtalı hava dallasının təsiri altına düşəcək. Meteorologiya Baş İdarəsi 20 bölgə üçün sarı hava xəbərdarlığı bəyan edib. Həmin bölgələrdə güclü yağış və fırtına riski olduğu bildirilib. Maraqlıdır, bu soyuq hava kütləsinin Azərbaycana çatmaq ehtimalı nə qədər realdır? Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov konkret açıqlamasında qeyd edib ki, Türkiyədə müşahidə edilən kəskin şaxtalı hava dallasının Azərbaycana təsir etmə ehtimalı olduqca realdır. Ancaq bu təsir adətən bir neçə gün sonra və daha yumşalmış formada özünü göstərir. Onun sözlərinə görə meteoroloji qanunauyğunluqlara və hazırki 2026-cı il fevral proqnozlarına əsasən bu prosesi aşağıdakı kimi təhlil etmək olar. Türkiyənin qərb və mərkəzi hissələrinə daxil olan soyuq hava kütlələri şərqə doğru hərəkət edərək Azərbaycana çatması üçün adətən 48-72 saat 2-3 gün vaxt tələb olunur. Yəni, bugün İstanbulda başlayan şaxta bir neçə gündən sonra ölkəmizə daxil olur. Cavid Hüseynov bildirir ki, soyuq hava kütlələri Türkiyənin dağlıq relyefinə Anadolu yaylasını keçərkən və xüsusilə Qafqaz dağları ilə qarşılaşdıqda öz ilkin sərtliyini bir qədər itirir və transformasiyaya uğrayır. Bakı və Abşeron yarımadası üçün Xəzər dənizi nisbi mülayimləşdirici rol oynayır. Türkiyədən gələn soyuqlar Naxçıvan və ölkənin qərb rayonlarında Gəncə Qazax zonası daha çox hiss edilə bilər.